Ekranda gördüğümüz bu sual 7 iyun 2026-cı ildə dövlət qulluğu qəbulunda istifadə olunur. E, BB kateqoriyasında səhər növbəsində. Boş qovluğun içərisində həcmləri 4 və üstündən də qeyd edirəm. 4 deyibsə kvadratlar qoyuram. Hər birini ayrıca nəzərdə tutacaq. Məsəl üçün 4 deyir bizə. Bu olsun 4. 7 olsun ikinci. 12, 21 və 24 kilobayt olan fayllar mövcuddur. Ortasından da yazıram. 4, 7, 12, 21 və 24 kilobayt olan. Qeyd olunub ki, klasterin həcmi 6 kilobaytdır. Yəni bir klasterimizin yaddaş tutumu 6 kilobaytdır. Deyin görün mənə, bu fayllar ki diskə yazılacaq, hansı öz orijinal həcmindən diskdə daha artıq yer tutarsa, onun nüsxəsini çıxart. Sonrasında deyərəm nə istəyir bizdən. Burada dayanırıq hələ ki. Demək 4 kilobaytdır. Bizim bir klasterin həcmi 6 kilobaytdır. Əgər orijinal həcmimiz 4 kilobaytdırsa belə, o diskdə 6 kilobaytın yerini tutacaq. Bilirsiniz ki, əgər faylın həcmi klaster həcmindən kiçik olsa, ora yerləşir və yerləşən kimi də o klaster artıq məşğul sayılır və ona artıq nəsə yerləşdirməyə icazə yoxdur. Deməli, orijinal həcmimiz 4 kilobaytdırsa, o diskdə 6 kilobayt yer tutar. Şərtdə də deyib ki, hansı öz orijinal həcmindən daha artıq tutarsa yer, onun nüsxəsini yarat. Deməli, 4-ün bir dənə də nüsxəsi yaradıldı. Aha. 7 kilobayt olsa, o 7 kilobayt olsa bizə bir 6 lazım olacaq, tam da olacaq. Növbəti 6 kilobaytlıq klasterin isə 1 kilobaytı dolacaq, 5 kilobayt boş qalacaq. Amma yenə də o klaster tam istifadə olunacaq. Deməli, orijinal həcmimiz 7 olsa, diskdə nə qədər yer tutar? 12 kilobayt. Doğru? Deməli, bu da öz orijinal həcmindən artıq yer tutdu. Deməli, bunun da nüsxəsi çıxarılmalıdır. 12-də isə məsələ fərqlidir. 12 kilobayt orijinal həcmdir. 2 kilobayt, 2 klaster tam da olacaq. Yəni, öz orijinal həcmi nə qədərdirsə, o qədər də klaster. Yəni, mənə lazım olur. Yəni, o həcmdə də klaster. Deməli, bunun nüsxəsi çıxarılmayacaq. Çünki bu elə öz orijinal həcminə uyğun həcm tutur. 21 kilobaytda bizə 4 dənə 6 lazım olacaq. 4 dənə 6. Çünki 3 dəfə 6 18 eləyir. Qalır geriyə 3 kilobayt. Onu da həmin o 3-ü də yerləşdirirsən 4-cü 6-ya. Və bu da o deməkdir ki, orijinal həcmimiz 21 kilobaytdırsa, amma diskdə nə qədər yer tutur? 4 klaster və yaxud da 24 kilobayt. Deməli, bunun da nüsxəsi çıxarılmalıdır. Nüsxəsi çıxarılır, bir dənə də 21-lik. 24-ün də nüsxəsi çıxmayacaq. Çünki 24 6-ya tam bölünən ədəddir və bu 24 kilobayt üçün 6 klaster lazımdır və artıq heç bir şeyə ehtiyac yoxdur. Tam nə qədər orijinal həcmdirsə, o qədər də diskdə yer tutacaq. Bu işin birinci tərəfi. Yəni, sualı bura qədər başa düşdünüzsə, demək ki, sonrası bu mərhələdən sonra iş daha da asanlaşır. Çünki burada sonra deyir ki, qovluqdakı bütün fayllar yenə 6 kilobaytda klasterlərə bölünür. De görün neçə klasterə ehtiyac var. 4 kilobaytı yadda saxlamaq üçün neçədən 6-ya ehtiyac var? Təbii ki, bir dənə 6 kilobaytlıq klaster kifayətdir. Bu 4 üçün nə qədər lazımdır? Yenə bir dənə klaster kifayətdir. 7 üçün neçədən 6 olmalıdır? 2 dənə. Bu 7 üçün yenə 2 dənə. 12 üçün neçədən 6 olmalıdır? 2 dənə. 21 üçün 4 dənə 6 olmalıdır. 4. Bu 21 üçün yenə 4 dənə. Bəs 24 üçün neçədən 6 olmalıdır? Yenə 4 dənə. Doğru oldu. İndi sualın məğzi budur ki, de görüm neçə klaster lazımdır? 1, 2, 4, 6, 20. 8, bəli. Oradan da 12 gəlirsən üstünə, ümumi 20 klasterə ehtiyac